Məktəblilərin Respublika İdman Olimpiyadasında Yunan-Roma güləşi yarışları başa çatıb. Bu idman növü üzrə sonuncu gündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. 41 kiloqramda Hacı Hüseynzadə bütün rəqiblərindən güclü olub. 48 kiloqramda Paşa Aslan, 57 kiloqramda Vasif Məmmədov, 68 kiloqramda Murad Novruzzadə və 85 kiloqramda İsmail Məmmədov qızıl medala layiq görülüblər. Mən Avropa çempionatından sonra yeni çəkidə ilk yarışım idi. Şükür Allaha bu çəkidə özümü doğrultdum. Bundan sonraki hədəflərim 2 qat Avropa çempionu olmaqdır gələn il. Bu yarışa 68 kilo çəki dərəcəsində qoşuldum. Yarış çox gözəl keçdi. Çempion oldum. İnşallah qələbəmin ardı gələcək. Məktəblərin Respublika Olimpiyadasında 85 kilo çəki dərəcəsində çempion oldum, şükürlər olsun. Bu uğurda mənə çox böyük dəstək olan bütün müəllimlərimə təşəkkür edirəm. Bu yarış hələ son deyil, inşallah bu yeni başlanğıclara yeni bir addımdır. Ölkəmizin Avropada digər beynəlxalq turnirlərdə təbliğ edəcəm, inşallah yüksək nəticələr göstərəcəm.